şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla anırıq. Ondan sonra məclisi davam edəcəyik. Əvvəl bədii hissə, sonra əyləncə hissəsi. Mən sözü axırda verməyə borcluyam deyə axırda danışacağım. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bugün biz onların sayəsində buradayıq. Bu balalar da bizim gələcəyimizdirlər. İnanırıq ki, onların qanlarını onlar həmişə unutmayacaqlar. Torpaqlarımızı aldılar.